Məndə olan güc sözün açığı deyim ki, mən özümü tanıyandan, Allaha inanan bəndə olmuşam. Hər bir zaman anamın öğütlərini, atamın nəsihətlərini yaddaşıma yazmışam. Elə Allaha olan böyük inamım da məni bütün demək olar ki, problemlərdən, sıxıntılardan çıxmaq üçün güc-qüvvət verib. Mənim bir yaxın rəfiqəm var, həmişə deyir ki, Təranə xanım, sizi Allah qoruyur. Həqiqətən də bu günə qədər Allah qoruyubdur. Hər bir zaman dualarımda da bildirirəm ki, hər iki dünyada Allahımı razı salacaq bəndə olmağın xoşbəxtliyini Allah məndən əsirgəməsin. Bilirsiniz, mən Qarabağda, o cənnət məkanda dünyaya göz açmışam. 17 yaşından Milli Azadlıq Hərəkətinə qoşulmuşam. Sonra tələbəçilik dövrü Milli Azadlıq Hərəkətinin Azadlıq meydanından iştirakçısı olmuşam. Sovet imperiyasına qarşı mübarizə aparmışam və vətənimin ərazi bütövlüyü uğrunda gedən savaşlara, 1-ci Qarabağ müharibəsində könüllü iştirak eləmişəm. Can sağlığımı vətən uğrunda qurban vermişəm. Bir çox arzu istəklərimi də qurban vermişəm. Təbii ki, Azərbaycanımızın müstəqilliyi uğrunda çəkdiyim o, belə deyək də, məşəqqətli, sınaqlı və şərəfli yolun uğrunda. Bildiyiniz kimi 30 ildən artıq Qarabağımız erməni soysuzlarının işğal altında olubdu. Qarabağ həsrəti ilə valideynlərimi itirmişəm, doğmalarımı itirmişəm. Demək olar ki, bizim nəsildə kökdə ağbirçək, ağsaqqal deyilən, yəni kəsim artıq yoxdur. Onlar hamısı Qarabağ həsrətinə dözə bilməyiblər, haqqın rəhmətinə qovuşublar. Allah rəhmət eləsin. Şanlı ordumuzun, çox sağ olun, cəmi dünyasını dəyişənlərimizə Allah rəhmət eləsin, şəhidlərimiz başda olmaqla. Şanlı ordumuzun şücaəti nəticəsində 5 ildir Qarabağımız işğaldan azad edilsə də, bir Qarabağlı olaraq hələ mən bu gün də yenə Qarabağ həsrəti ilə yaşayıram. Qarabağa gedə bilməmişəm. Bilirsiniz Şahəddin bəy, portalla gedilir. Portalla da mən Qarabağıma getmək istəmirəm. Mən Qarabağıma, öz ata-baba yurduma, uşaqlığımın, gəncliyimin keçdiyi o gözəl yerlərə mən sərbəst şəkildə getmək istəyirəm.